Xoş gördük sizi, xoş gəlmisiniz. Həmişə siz gələsiniz. Deməli, yeni il gecəsi yığışmışdıq qohumlarla və orada qəsdən belə bir şey elədim. Trend bir video var. Sosial şəbəkə hesablarımda paylaşmışdım onu. Bir qardaşın digər qardaşı xilas etməsi videosu. 10 yaşında bir uşaqdır deyək və 5-6 yaşında, 4-5 yaşında qardaşıdır və bunlar yolla gedirlər. Deyəsən, hadisələr Misirdə mi baş vermişdi, hansısa belə ərəb ölkələrindən birindədir və qəfil maşın saxlayır və qardaşını, uşağı götürmək istəyir. Uşaq oğrulardır, mafiyadır, nədirsə. Və orada qardaşın öz qardaşını müdafiə etməsi məni əməlli başlı duyğulandırmışdı. Və ona görə qəsdən bu videonu bir-bir o qədər adamlara bir-bir izlətdirdim. Dedim ki, bunu izləyin, sonra mən sizə bir şey danışacağam. Bunu izləmiş olun, sonra aydın olacaq mənim danışmaq istədiklərim. Ki, o qardaş orada, yəni, həyatını qoyurdu ortaya. Yəni, xala xətrin qalmasın deyə. Sanki uşağın canında qorxu yoxdur. Var təbii ki, qorxu canında, amma mövzu qardaşıdır burada, qardaşın oğurlanmasından görə adam, uşaq necə canın qoyur, həyatını qoyur ortaya ki, olmaz, mən vermirəm, hara aparsın mənim qardaşımı? Ya mənlə bir yerdə, ya yox, yəni. Və o məni çox düşündürdü, duyğulandırdı, yəni ki, bax, belə bəlkə də dünyanın problemi budur, ona görə dedim, bir danışaq bu haqda, deyək, adını da qoyaq, formallıq bəlası. Formal narahatlıqlar, formal cəhdlər, bu çox yaralı yerdir, yəni, dünya elə bir vəziyyətə gəlib çatıb ki, yəni az qala ailə münasibətlərində, bacı-qardaş münasibətlərində belə formallıq hökm sürür. Yəni dırnaq arasında mən bir şeylər yapdım, mən əlimdən gələni elədim, rahatlıqla vaz keçirlər. Mən narahatam, mən filanam, yox, belə deyil, belə olmamalıdır. Yəni bu formallıqla bir yerə çıxmaq mümkün deyil və ümumiyyətlə dünyanın sönükləşməsinin səbəblərindən biri budur. Depressiyanın min bir səbəbindən danışırlar, müxtəlif. Amma burada yatır, ciddi səbəb buradadır. Yəni bu, həqiqətən bir insanın həyatında belə canı dildən qoruyacaq bir dəyəri yoxdursa, bir adamı yoxdursa, yaxud onu belə canı dildən qoruyacaq bir adamı yoxdursa, bir münasibəti yoxdursa, bu həyat çox sıxıcı olar, çox soyuq olar. Xüsusən soyuq havalarda, adam soyuq havalarda sanki bu istiliyə daha çox ehtiyac duyur da, isti münasibətlər, isti dostluqlar, ailə münasibətləri, isti dostluq münasibətləri və s. Formallıq bəlası budur. Mən o videonu göstərdim və ondan sonra başladım bundan danışmağa ki, adam bax belə olmalıdır, dəyərlərinə sahib çıxanda belə çıxmalıdır, yaxınlarına sahib çıxanda belə çıxmalıdır, var gücü ilə, bütün çabası ilə. Formal münasibətlər nədir? Formal narahatlıqlar. Formal ümumiyyətlə nə deməkdir? Yəni, cani dildən olmayan, hansısa qalıçaya xatir ki, ora bir quş qoysunlar ki, hə, mən də nəsə etdim. Görürsən ki, adam narahatdır, amma onun narahatlığı adekvat deyil. Burada belə narahat olmaq gülməlidir də, bu vəziyyətdə bu narahatlıq çox azdır. Görürsən ki, adam qayğı çəkir, qayğı göstərir, amma o deyil, yəni, o qayğı deyil. O sahiblənmə deyil, o sahib çıxmaq deyil. O cana yananlıq yoxdur. Dil müstəvisində qalıb, dilində qalıb. Yavaş-yavaş dilimizdən də çəkilir bu. Məsələn, mən hələ Rusiyada olanda, dostlarla danışanda bir şey anlamışdım və onlara israrla bunu deyirdim. Deyirdim, məsələn, dostlar, hamımız ehsan edirik, sədəqə veririk və s. da düzdür. Deyirdim ki, sədəqənin mənə görə qəbul olma şərtlərindən biri də budur ki, o sənin büdcənə təsir eləsin. Silkələsin də səni. Sədəqənin qəbul şərtlərindən biri də budur ki, o sənin büdcənə təsir eləsin. Yoxsa artıq-urtuğundan, yurtundan, oradan, buradan, xırdan nəsə elədin, yox. Bu yaxşıdır, cəhənnəmdə, deyir, heçdən kösə yaxşıdır. Amma o səmavi təlimlərin istədiyi budurmu? Qəbul şərti budur ki, o sənin büdcənə təsir eləməlidir. Qayğı, gerçək qayğı budur ki, o səni narahat eləməlidir. Yəni, sən rahatlığından keçirsən. Yoxsa məndə hər şey qaydasında olsun, vaxtı-vaxtında yatım, durum filan. Artıq qalsa qayğı da göstərərəm. Bu deyil məsələ. İnsan elə narahat olmalıdır insan bir-birinə görə.
biraz baş ağrımalıdır, biraz bu formallıqlar dəhşətdir. Mən çoxdan bu haqda yazmışdım. Düşünün, bir adam yazır ki, başım ağrıyır. Yaxud bir adam bir əzinədir ki, başım ağrıyır. Deyir ki, Allah şəfa versin. Tamam, Allah şəfa verəcək, Allah şəfa. Sən bəslənir şəfan, bəlkə sən nəsə eləyəsən. Və yaxud başım ağrır deyən kimi insanın bir-birini dərmana göndərməsi. Yəni, bir baş ağrı dərmanı, tamam, o dərman oradadır da. Hələ sən bir cəhdlər ilə görüm, hələ nə olacaq? Yəni, bax, bu münasibətlərin formallaşması deyəndə bunu nəzərdə tuturam. Yəni, insan bir-birinə qarşı bir içdən narahatlıq. O içdən narahatlıq olanda, həqiqi narahatlıq olanda sizi inandırıram, bəlkə çox cəhdlərə də çox ehtiyac olmur. O, mən deyirəm, sevgi göstərilən deyil, gizlədilə bilməyəndir. Bu, sevginin götürüb başqa şeylərdə qoymaq olar. Qayğı da belədir, narahatlıq da belədir. Narahatlıq göstərilən deyil. Bəzən o süni formada biz istəyirik ki, qarşı tərəf görsün ki, mən ondan sonra narahatam. Yox, narahatlıq göstərilən deyil, gizlədilə bilməyəndir. Həqiqətən sənin içində o narahatlıq varsa, bu bir formada o üzə çıxır, bilinir ki, bu narahatdır. Görürsən ki, adam fikir eləyir, düşünür. Biz ibadətlərin sırasını məhdudlaşdırmışıq. Məsələn, tutalım, dostum, qardaşım narahatdır. Mən bununla bağlı bir düşünürəmsə təkliyimdə ki, onun xəbəri yoxdur, Süleymanın bir narahatlığı var. Və bununla bağlı gecə düşünürəmsə, ay Allah, necə eləmək olar, necə eləmək olar, necə ona təhsil eləmək olar, necə ona kömək eləmək olar. Bu ibadətdir, müqəddəs bir şeydir. Neynim, necə eləyim eləmək, müqəddəs bir şeydir. Məsələn, tutalım da, hətta iş məsələsində də belədir. Pasientlərlə bağlı ki, adam bəzən düşünür ki, ay Allah, mən neynim ki, ona təsir edə bilim, onun həyatında bu narahatlıq var, onun həyatı belədir, belədir. Bunu düşünmək, bunun dərdini çəkmək, bu ibadətdir, bu möhtəşəm bir şeydir. Və bunlardan elə bir ki, biraz uzaq düşmüşük, bu dəyərlərdən biraz uzaq düşmüşük. İndi müasir fikirdə hər kəs öz dərdini çəkməlidir. İcazə verin cəmaət, yerdən yıxılan özü qalxsın və s. Bunlar, doğru sözlərdir. Amma elə bir ki, binanın bu tərəfindən yıxılmışıq da, çox getmişik uzağa, çox uzağa getmişik. Əlbəttə ki, insan özünə də şərait yaratmaq lazımdır filan, bəsməkən. Amma bu bizi öz mahiyyətimizdən uzaqlaşdırmamalıdır da. Bu mövzu mənim üçün həm də ona görə həssasdır ki, Quran-ı Kərimdə də bununla bağlı konkret ayə var, çox sevdiyim ayə. Deyir ki, خُذُوا مَا آتَيْنَاكُمْ بِقُوَّةٍ Sizə verdiyimizi möhkəm tutun. Biquvvətin, qüvvət sözündən də bizim dildə də var. Sizə veriləni, sizə verdiyimizi möhkəm tutun. Quran-ı Kərim, bu kilit söz burada biquvvətindir, möhkəmdir. Sizə veriləni tutmusunuz, amma formal. Amma elə tutmusunuz ki, sanki elə indi əlinizdən düşəcək. Bəzən olur, uşaq məsələn, əlində xonçada, padnosdan nəsə gətirir. Elə formada tutur ki, sən indisi salacaq da əlindən. Möhkəm, ürəklə, o şey yoxdur. Deyir ki, sizə veriləni, sizə verdiyimizi möhkəm tutun. Quran-ı Kərim deyir ki, yəni bu təkcə münasibətlərə aid deyil. Bizə verilən hər şeyə insan sahib çıxmalıdır, möhkəm yapışmalıdır. İstedadın özüdür, talantın özüdür. Ondan sonra bizə verilən nemətlərdir. Biz bunlara sahib çıxmalıyıq. Yaxın təmasda olmalıyıq onlarla. Biz bir çox şeylə uzaq düşmüşük. Məsələ budur. İnsanın əqidəsi, insanın dəyərlərinə sahib çıxması, bunlar çox vacib şeylərdirlər. İnsan onlara sahib çıxmalıdır. Onların keşiyində dayanmalıdır. Vətən bu dəyərlərin içində ön sıralarda dayanır insan. Hamısına belə xalq xətrin qalmasın. İnsanlar, xalq, cəmiyyət bunlara münasibətdə, həqiqətə münasibətdə sənin münasibətin nədir həqiqətdən? Həqiqətdən möhkəm yapışmısan, ya formal olaraq yapışmısan. Necə ki, Sokrat vaxtında deyir ki, mən dostumu da sevirəm, amma həqiqəti dostumla da çox sevirəm. Bax, həqiqətə belə gerçək münasibət, həqiqətən iki əlli möhkəm yapışmaq, xilas bundadır. Ona görə deyirəm ki, Quran-ı Kərimin yanaşması adamı daha da ürəkləndirir və daha da görə bilirsən ki, kökdə, əslində, bütün məsələlərin kökündə, müasir dünyamızda narahatlıqların kökündə, bədbinliklərin, soyuqluqların, nətər soyuqluq bürüyüb bütün dünya. Bunun bütün hamısının kökündə düşünürəm ki, dayanan səbəblərdən biri bu formallıqlardır və bu aradan qalxmalıdır.
Əslində qəşəng mövzudur. Qayğının, sevginin ifratı varmı? Var. Əslində gözəl mövzudur və cavab budur ki, bəli var. Sadəcə mövcud dünyamızda işin bu tərəfi o qədər axsayır, formallıq o qədər hər yeri bürüyüb, sən məcbur bu tərəfdən o qeydləri vurmadan danışırsan ki, ifrat olmamaq şərti ilə, nə olmamaq şərti ilə. Yəni bu tərəfdən o qədər axsayır, o qədər formaldır dünyamız. Mən deyirəm, təki iki yanlışdan, deyir ki, ağıllı adam o deyil ki, yaxşı ilə pisdən birini seçir. Ağıllı adam odur ki, iki yanlışdan ən zərərsiz yanlışı seçə bilir də. Düşünək ki, tutalım, laqeydlik, hamı bir-birinə laqeyddir, bu pisdir. Bir də var ki, ifrat qayğı keçdik, ifrat sevgi. Deyək ki, bu da pisdir. Amma bu iki pisin arasında hansı daha yaxşıdır? Daha mədəni, daha mübarəkdir də ən azından. Bir var ki, vecinə deyil adamın dünya, öz kefində, öz həyatın, öz heç nə, ata, ana, heç nə, o Camus'un məşhur əsəri var, deyir ki, dünən anam öldü, bəlkə də bugün ölüb. Bugün anam öldü, bəlkə dünən ölüb, nə bilim. Yəni, yad, əsərin adı yaddır, yadlaşma. Əsər belə başlayır. Yəni, o qədər, ana bizim üçün bu qədər həssasdır. O isə deyir ki, bugün anam öldü. Bəlkə də dünən ölüb deyir, nə bilim. Yəni, hətta bu konuya belə mən bu qədər laqeydəm. Bu bir şeydir, yanlışdır da bu. Bu tərəfdən də bir yanlış deyək ki, ifrat qayğı, ifrat sevgi, deyək ki, bu da yanlışdır məsələn. Amma bu iki yanlışın arasından hansı daha yanlışdır, hansı daha pisdir, hansı daha betərdir? Mən düşünürəm ki, birinci daha betərdir, yadlaşma. Burada yenə mübarək yanlışdır. Mən adlarını belə qoymuşam. Seanslarda tez-tez rast gəlirəm də, özündən şikayətlənir, özümü çox fəda etmişəm və s. Deyirəm ki, tamam bu yanlışdır, amma mübarək bir yanlışdır da. Yəni, ən azından fədakarlığın ifratıdır. Üzr istəyirəm, əxlaqsızlığın ifratı deyil, məsələn, hayasızlığın ifratı deyil. Yaxşı şeyin bir ifratıdır. Ona görə əlbəttə sərhədlər var. Necə ki, Dahi Nizami deyirdi də, birinci saflığı varsa da suda, artıq içiləndə dərd verər o da. İnsana görə dəyişir. İnsan var ki, mən o gündə bu haqda yazmışdım. Məsələn, güllər dəyişir. Güllərin su qəbul etmə potensialı fərqlidir. Tutalım, ətirşah gülünə, məsəl üçün deyirəm, bir stəkan su versən kifayətdir. Tutalım, başqa bir gülə, nəstərən gülünə isə gərək 3 stəkan verəsən. Sən ətirşaha 3 stəkan gül versən, 1 litr gül versən, çürütmüş olarsan. Onun o potensialı yoxdur, yəni onu məhv eləyər o. Sən xeyir niyyəti ilə, xoş məramla, tutalım, ətirşah gülünə 1 vedrə su tökürsən dibinə, onu məhv eləyirsən. Və bundan da əsirgəsən, ona görə burada ümumi resept də vermək olmur ki, yəni bu həddədir, bu qədərdir filandır, insana görə dəyişir. İnsan var ki, onun çox qayğıya ehtiyacı var, çox diqqətə, çox sevgiyə ehtiyacı var və sən ona göstərirsən. Adam var ki, görürsən ki, yox, burada bu qədər diqqət lazım deyil. Yəni ona görə çox bu məsələlər biraz da individual məsələlərdir. İnsanın, qarşı tərəfin halına, vəziyyətinə, durumuna görə baxıb bunu eləyirsən. Amma ümumilikdə qayda olaraq biz danışsaq, belə biz qaydalardan danışırıq da, ümumi prosesdən danışırıq. Məsələn, belə düşünün ki, dövlət maşınlar istehsal edir, şirkətlər, avtobuslar, metroları götürün. Məsələn, metroda bir boy, normal bir boy götürülür də insanlar üçün. O boya uyğun metrolar, qatarlar istehsal olunur, düzdür. Kimsə, məsələn, 2 metrə yarımdır boyu, gəlib orada durub dağa sala bilməz, axı, mənim boyumu niyə nəzərə alır? Sən istisnasan, yeri gəlmişkən danışmışdığı istisnaların qaydaya çevrilməz. Sən istisnasan da səni nəzərə alıb biz eləyə bilmərik, biz orta boyu, orta şeyi nəzərə alırıq və o balacası da, böyüsü də bu vəziyyətə uyğunlaşmağa çalışır. İndi ümumi qayda nədir? Qayda budur ki, formallıq pisdir. Qayda budur ki, insan can dildən sahiblənməlidir. Biraz da belə qaşlarını çataraq, biraz da sahib duraraq bu jestlər, gestikulyasiyanın özü, bu mimikaların özü o qayğı zamanı, o narahatlıq zamanı o qədər vacibdir, o qədər lazımdır. Uşaq bir narahatlığından gəlib məsələn seansa, düşünün, bir valideyn kimi məsələn, telefonda oynaya-oynaya, nə olub, nə məsələdir, filandır. Bu dili olsa qaydar deyək ki, dəysin başına, məsəl üçün də. Bir də var ki, tez hər şeyi qoyursan kənar, gəl bura görüm, nə olub, can, bu saat, bu dəqiqə. Yəni, bu söhbət bundan gedir, bu istilikdən gedir, bu doğru münasibətdən gedir. Ünsiyyət zamanı
Cani dildən ünsiyyət. Cani dildən ünsiyyət. Oturub söhbət eləyəndə, oturub şey eləyəndə, bax bunlar formallaşıb da bütün davranışlarımız belə bar-bar bağırır ki, bu münasibət formaldır. Necə yəni 5 nəfər oturub bir yerdə söhbət edir, hərənin əlində bir telefon, qurdalanır, arada bir söz deyir filan bəs məkan. Deyir ki, məsələn, bəzi Avropa ölkələrində var, bəzi kafelər var, girəndə telefonları alırlar. Girin, məsələn. Telefon olmaz da, məsələn. Bu çox gözəl bir şeydir. Bu ünsiyyəti dərinləşdirir. Bu ünsiyyəti insanlar bir-birindən göz təması qurmalı. Görüşlərdəki formallıq məni dəhşət incidir də. Yaxın dostlar bilir. Çəkirəm, bir sıxıram, deyirəm, yaxın gəl görüm. Bu nədir? Belə. Bunun formal, bu nə? Quru görüşlər, quru bəylər kimi görüşdür. Bir bağrına sıxırsan, saxlayırsan. Bəzən qarşı tərəf əvvəl narahat olur. O mənim tərzimdə saxlayıram ürəyimin üstündə. Bir dayan, bir görüm, heç yerə qaçmırsan da buradasan. Necəsən, nətərsən, halın necədir? Bu belə bir bağrına sıxmaq, belə bir sahiblənmək insanın insana ehtiyacı var. İnsanın, mən yazılarımda çox yazıram ki, ideal insan yoxdur, ideal münasibət var. İnsan əslində ideal münasibət axtarır. İdeal insan axtarmır, çünki ideal insan yoxdur. Amma ideal münasibət axtarır. Doğru münasibət axtarır, gerçək münasibət axtarır. İstəyir ki, onu sevən gerçəkdən sevsin. Ürəyi ilə sevsin. Mənim, Allah ölənlərə rəhmət eləsin, anam belə idi də. Yəni, onun o cani dildənliyi, onun qeyrəti, onun dəhşət idi, dəhşət. Siz təsəvvür eləyin, o gün evdə qohumlarla danışmışıq, ölüblər gülməkdən, uşaqlıq xatirəm. Deməli, yay tətilində məktəbdən tapşırıqlar verilib, filan kitabları oxumalısınız yay tətilində və mən də oxumamışam, oynamışam, başım qarışıb oxumamışam. Bizim bir müəlliməmiz var idi, həm də qonşumuz idi, Şüküfə müəllimə. Allah rəhmət eləsin, çox sərt müəllimə idi. Həm də evdən də tapşırırdılar da, qabaq valideynlər müəllimlərə ki, sərt tutun, belə eləyin, elə eləyin. Nəysə, Şüküfə müəllimə biləndə, onda mənə ümidi çox idi, belə istedadlı uşaqdır, filandır. Görəndə ki, mən də oxumamışam, yəni son olaraq ən azından ki, bu oxumalıdır da, qonşumdur, istedadlı uşaqdır, oxumaq da maraq, sən də oxumayıbsan, çatdı qabağa. Nə yemirsən, turşulaşda, o vaxtda adi, normal idi da müəllimlərin uşaqları döyməsi. Qəşəng heyva çubuğu deyirəm, travma almışam, bax oradan qalıb. Heyva çubuğu idi, nar çubuğu idi, döydü filan, ayaqlarımda yeri qalıb, ayağını elə vurub ki, necə sən oxumazsan filan oxumazsan. Çıxdım məktəbdən, gəldim evə. İndi bu Şüküfə müəllimə tərəfindən döyülmək bir dərd, evdə ki, bunu demək bir dərd. Evdə bilsələr ki, mən buna görə döyülmüşəm, bir də basıb evdə döyəcəklər ki, sən necə oxumazsan, belə gəlsən, gəldim, fikirləşdim, nə ayrım, neynim filan, gördülər də. Mamam dedi ki, nətərdir, necədir, fikirləşdim, neynim, nə ayrım, nə deyim. Deməli, məktəb yolunda da, bizim evdən məktəbə gedən yolda bir nəfər yaşayır, bir ailə yaşayır orada. Onların, o qardaşının adı Ququdur. İndi maraqlandım, soruşdum, hardadır, necədir, kənddə yoxdur. Ququ da saf uşaqdır. Yəni, məsəl üçün də davakar uşaq deyil, hər şeyə inanan, saf, öz aləmində bir uşaqdır. Uşaq deyəndə böyük oğlandır da, yəni cavan oğlandır, məndən böyükdür. Nə olub, nəzər olub, bir üstümə gəlirlər, bala bu nədir filan, dedi ki, heç nə, Ququ döydü. Niyə döydü, bilmirəm, xoşu gəlmədi, Ququ eləyib. Nə Ququ eləyib? Mamam da elə tutdu əlimdən, gedirik onlara. Ay mama, lazım deyil filan. Yazıq Ququ şey yoxdur, axı ürəyimdə deyirəm. Dedi, yox, elə şey olar, nətər şey olar, mənim balama nətər tutub bana. Bir dik yerişi də var idi, buradan ora kimi belə aparıb Ququ gilə. O üçün Ququ qardaş, gəl, Ququ çıxdı, qardaş, sən nə eləyəsən falan, başladı da mamam demək ki, ki oğlansan, utanmırsan bu uşağı, nəyin üstünə falan, Ququ da başını sal başa falan, inkar eləmir, bir söz demir falan. Yəni, o əməlli baş tutanır. O vəziyyət yaranıb ki, mən uşaq inanmağa başlamışam ki, məni Ququ döyüb də. Sonradan, böyüyəndən sonra gəldim kənddə, Ququnu tapdım, halallıq aldım Ququdan və soruşdum, bu haqda essem var, yazı yazmışam. Dedim, Ququ, səndən bir söz soruşacam, niyə onu da məni satmadın? Deyə bilərdin ki, mən eləməmişəm, mən xəbərim yox. Qayıt dedi ki, biz uşaq olmamışıq. Bildikdə nəsə lazım olub, uydurmaq lazım olub, elə uydurmuşsa şey eləmədi. Nəysə, beləncə də o şey deyirəm, o qeyzlə ki, gedirdi ki, nətər mənim uşağımdan sarı filan. Nəyinə olub, ya görəndə deyərəm, elə yox, o yerində həll etməliydi bu məsələni ki,
belə sahib çıxırdı, belə olurdu da. Ona görə oradan qalma bir şey var ki, yəni adam baxırsan ki, bu belə olmalıdır axı. Bu nədir? Yaxşı olar, belə, biraz filan. Yox, bunlar deyil, münasibətlər çox formallaşıb. Təəssüf ki, ana balasını, bala anasını, əzizini, yaxınlarını, hamı bir-birini belə mənimsəsə, bu insanların qayğısı azalar, insanların narahatlığı azalar. Əslində, çox şey dəyişməyib. İndiki dövrdə biz keçmişdəki qədər bizim sosial problemimiz yoxdur, məişət problemimiz yoxdur. Daha komfortlu evlərdə yaşamağa başlamışıq. Amma bəs nədir düyün ki, insanlar deyir, depressiya əsridir, insanlar bədbinləşib, çıxırsan, cəmaatın üzrə baxırsan, bax, məsələlərdən biri budur. Formal münasibətlər. Münasibətlər çox formallaşıb. Daha o analar azalıb ki, can edildən balasını sevəndə az qaldı ürəyi çıxsın yerindən. Ona qayğı göstərəndə, onun qulluğunu tutanda. İndi hamını öyrədiblər ki, özünü düşünmə, özünü filan, o distansiya, belə, ora, bura filan. Və bu münasibətlər belə səviyyəyə gəlib çıxıb. Məsələ budur. Ona görə bu haqda xüsusilə həmişə istəyirəm danışam. Yəni, bəzən o narahatlığın özü sağaldır, özü şəfadır. O həqiqi narahatlığın özü şəfadır. Bəzən o belə yetir insanın sağalmasına. O qayğının, həqiqi qayğının özü belə yetir ki, adam sağalır, şəfa tapır. O dəhşətdir. Məsələn, tutalım indi filmlərdə hələ ki bu qədəri qalıb da, tutalım biri yatır, xəstədir, xəstəxanadadır. Həkim deyir ki, sizin burada olmağınızın heç bir ona faydasız adı yoxdur da, gedin dincəlin falan da. Pragmatikcə, ağıllıca olan budur da. Adam hədə, yaxşı, fayda yoxdursa mən gedim evə. Deyir, amma yox, mən burada qalacam. Bu qəşəngdir. Mən burada qalacam, yox, mən evə gedəmərəm, burada qalacam. Bax, bundan söhbət gedir. Bəli, ağıllıca budur ki, o get, filan. Bunlar nə deyə belə özlərindən çıxardıblar. Getdincə, sabah gəlib yenə qurub, başa düşürəm səni. Amma bunun sağalma prosesinə dəxli var. Bu qayğının, bu narahatlığın, o ki, məsələn, tutalım da, xəstə gözünü açanda, nə bilim, indi deyiblər ki, bir sutka ərzində oyanmalıdır da, o oyanır və görür ki, başın üstündə, hətta sən yuxulamısan, oturduğun yerdə orada, o başqa bir şeydir, o başqa bir həzdir, o başqa bir ləzzətdir. Bu dünyamız bundan məhrum olub. Elə formal ünsiyyətlər, formal münasibətlər və bu yandan da biraz da psixologiyanın da burada rolu var, müasir psixologiyanın. Məsələn, tutalım da, müasir psixologiyada bəzən psixoloqlara öyrədirlər ki, çox dərinə buraxma məsələlər. Pasiyentlərin narahatlıqlarını, dərdlərini, sıxıntılarını izolyasiya deyirlər. Yəni, özünlə pasiyent arasında bir şey yarat ki, çox dərinə buraxmayasan, çox ürəyinə salmayasan. Əslində, bu mütəxəssisi, psixoloqu düşünmək niyyəti ilə bu olunur da. Məsələn, bəzi inkişaf etmiş ölkələrdə psixoloqlara 6 dənə seansdan artığı yasaqlanır. Çünki ağır bir prosesdir, ona özünə zərər verə bilər və s. və s. Ya bu yolu seçirlər, ya o yolu seçirlər ki, və mütəxəssislər özləri buna gedirlər. Məcburən yavaş-yavaş texnikləşir. Yəni, pasiyenti çox dərin dinləmə olmur. Yəni, sadəcə belə də dərdlərini, narahatlıqlarını falan. Ona görə şəfa olmur. Ona görə şəfa olmur. Bəli, əziyyətlidir, narahatlıqdır, problematikdir. Həqiqətən də adam haldan hala düşür. Müxtəlif dərdlər, müxtəlif narahatlıqlar. Sonraki mərhələdə sən onu işdə qoyub gələ bilmirsən. O sənin ibadətində olur, o sənin namazında olur, o sənin dualarında olur, hansı narahatlıq filan. Bunlar hamısı doğrudur, amma ki, şəfa bundadır. Yolu budur. Başqa yolu yoxdur. Boğazdan yuxarı olan formal terapiyalar effektiv olmur. Gərək elə içindən keçirəsən o narahatlığı və qarşı tərəf görməlidir ki, sən həqiqətən də narahatsan bu duruma görə. Ay Allah, mən necə kömək edə bilərəm, hansı formada, hansı texnika ilə, hansı yolla. Bunlar çox mübarək narahatlıqlardır insan üçün. Və ona görə də mən o videonu göstərdim. İstədim bir baxsınlar. İndi biz Süleymandan xahiş eləyək ki, o videonu da tapar qoyaq.
O uşaqların aqibəti də doğrusu məni düşündürdü ha. Ki, nə oldu da oradan xilas eləyə bildi. Çünki kəsik video idi. Yox idi ki, nə oldu? Axır uşağı apardılar, qaldı, ikisini də apardılar, necə oldu? Düşündüm ki, onların aqibəti nə oldu? İndi biz baxdıq, keçdi. O məni düşündürdü. Ona görə bir-bir istədim, dinləyin. Məsələn, bununla bağlı təlim versək, haçansa, mən istəyirəm ki, orada məsələn, biz bunu hamı bir-bir dinləsin, izləsin. Siz izləmişsiniz də, sən izləmişəm. İzləsin, ondan sonra baxacaq. Bu söhbət bundan gedir. Söhbət bu münasibətdən gedir. Vətəni qorumaq da belədir, dəyərləri qorumaq da belədir. Yəni, təkcə insana münasibətdən danışmam mən. Ümumiyyətlə, dəyərli bildiyin hər şeyə münasibətdən danışmam. İsti münasibət, dərin və gerçək münasibət. Mən biraz belə olmalı düşünürəm ki, və bu şəfadır. Bu, dünyada bir neçə şeyi düzəltmək istəsək, dünyanı əski halına qaytarmaq üçün və yaxud daha gözəl bir yerə çevirmək üçün, dünyanı istəsək ki, cənnətə çevirək, dünyada düzəlməli olan şeylərdən biri budur. Münasibətlərin gerçəkləşməsidir. Səmimi, isti, doğru və qeyri-formal münasibətlər formalaşmalıdır. Düzəlməli olan ana mövzulardan biri budur ki, inanın, biz özünüz baxın, qonşunuzda, ətrafınızda, evinizdə özümüz baxsaq, bunu tətbiq etməyə çalışsaq, öz çapımızda, öz səviyyəmizdə ki, mən belə olacam, bütün münasibətlərimdə. Mühafizəçi ilə maraqlanırsan, formal maraqlanma, səmimi qəlbdən bir dur maraqlan. Mühafizəçi də bu, sən gedirsən, gəlirsən, bir arada bir durub dərindən maraqlanmaq, halını, əhvalını soruşmaq. Bəli, biz, təbii ki, insan enerjisi məhduddur. Biz həyatımızdakı bütün insanlarla, tutalım bir yerdə işləyirik, orada 1000 nəfər adam işləyirik. Onların hamısından biz elə ola bilmərik ki, təbii ki, formallıq həyatın şərtlərindən biridir. Kənar adamlara doğru. Formal münasibətlərimiz də var və bu normaldır, olmalıdır. Söhbət yaxın münasibətlərdən gedir. Davamlı təmasda olduğumuz ünsiyyətlərdən gedir. Əgər bu süpürgəci ilə gündə biz rastlaşırıqsa, dərindən bir hal-əhval tutmaq doğru olmazdımı, yaxşı olmazdımı? Bu mühafizəçi ilə, bu qonşu ilə, bu dostla, dostlar mövzusu ümumiyyətlə ayrıdır. Ümumiyyətlə ayrıdır. Yəni, formallaşıb gedib hər şey, yəni dost münasibətlərində gerçək, dərindən bir şey qalmayıb. Ona görə israrla istədim bu haqda danışım və təşəkkür edirəm ki, məni dinlədiniz. Ümid edirəm, sizin üçün faydalıdır. Yəni, mən sizi də, yəni, həqiqətən sizinlə bu haqda danışmaq ona görə rahatdır ki, sizi elə tanıyıram. Yəni, bilirəm ki, ünsiyyətləriniz, dostluğunuz, insaniyyətiniz dərinnəndir, gerçəkdir və sevinirəm ki, bax, mənim ətrafımda belə gözəl insanlar var və bu məkanı da, bizim məkanımızı da düşünürəm ki, necə ki, hamı gələndə deyir, sanki fərqli bir auraya giririk, fərqli bir şey olur. Düşünürəm ki, ola bilsin ki, səbəblərdən biri də budur ki, buradakı ünsiyyətlər həqiqətən gerçəkdir, formallıq yoxdur burada. Onunla bağlı ola bilər. Təşəkkür edirəm.